Bəzən olur ki, biz kiməsə həddindən çox əsəb keçirdirik, həddindən çox qəzəblənirik, əsəblərimizi idarə edə bilmirik, hətta nifrət edirik bu insana. Bizim qəzəb gözümüzü bağlayır, hətta onun haqqında ona pislik etmək haqqında da düşünürük. Yəni belə bir düşüncələr də gəlir bizə ki, mən qisasımı ondan necə alım və s. Bunun üçün gözəl bir texnik deyəcəm sizə. Bunu mütləq edin. Tutaq ki, kimsə sizin həyatınızda sizə çox pis şeylər yaşadıb, əsəblərinizi pozub. Fərqi yoxdur, bu kim olur olsun. Keçmiş həyat yoldaşınız, rəfiqəniz, dostunuz, hansısa bir qohumunuz və s. Və siz bunu yadınızdan çıxarda bilmirsiniz, unuda bilmirsiniz onun elədiklərini və hər gün bu qəzəb enerjisi sizi tükədir və siz ona keçirdiyiniz bu nifrətə görə də çox özünüzü belə deyim də doğru hesab edirsiniz ki, bu mənə belə elədi, mən də ona nifrət eləməliyəm, sanki mənim nifrətim ona pis təsir edir. Əksinə isə bu nifrət bizim özümüzə pis təsir edir. Ona görə də bundan qurtulmaq lazımdır. Bir vərəq, bir qələm götürürsən və yazırsan. Başlayırsan da, məsələn, ona həmin insan adını yazırsan, əziz filan kəs, bax sən mənə bütün bunları yaşatdın, mən həyatımda çox pis şeylərlə qarşılaşdım, səndən olan həyatımda, buna görə çox təəssüf hissi keçirdirəm, buna görə çox üzgünəm. Yəni biz aləmə üzgün olduğumuz mesajını veririk. Çünki əgər biz aləmə qəzəb enerjisini göndərsək ki, mən o insana qarşı qəzəbliyəm, o insan bu cür olsun, ona qarğış edirik və yaxud da ki, onun üçün hər hansı bir planlar düşünürük qisasımızı almaq üçün. Bu zaman nə baş verir? Əks təsir baş verir. Yəni bizim ötürdüyümüz o qəzəb enerjisi özümüzə geri qayıdır. Ya durduğumuz yerdə, məsələn, əlimizin həyatında o sınır, qırılır, qəza edirik və yaxud da ki, bədənimizdə hər hansısa bir əlimiz, ayağımız qırılır, travma alırıq və s. Bu kimi o qəzəb bizim özümüzə qayıdır. Buna görə də bu qəzəbi biz transformasiya etməliyik, dəyişməliyik. Buna görə də aləmə ötürdüyümüz mesaj bu cür olmalıdır, təəssüf hissləri ilə. Mən təəssüf edirəm bütün bunları yaşadığım üçün. Çox üzgünəm bütün bunlara görə. Bu zaman aləmdən bizə gələn dəstək olacaq, kömək olacaq. Çünki üzgün insana həmişə dəstək olur digər insanlarda. Yəni normal həyatda bu belə baş verir də. Əgər mən üzgünəmsə, mənə kömək lazımdırsa, digər insanlar bu dəstəyi mənə göstərəcək. Yox, əgər əksinə mən qəzəbliyəmsə də, insanların da bizə münasibətləri çox zaman yəni bu cür olur, qəzəb olur. Buna görə də aləmə ötürdüyümüz enerji təəssüf hissləri ilə bağlı olmalıdır ki, aləmdən bizə dəstək gəlsin. Bu yaranı bağlamaq üçün, bu qəzəbdən qurtulmaq üçün, yəni bu mənfi, negativdən qurtulmaq üçün və belə yazırıq, çox üzgünəm, çox peşmanam, çox təəssüf eləyirəm və bağışla deyirik. İkinci mərhələdə bağışla ki, sənə dözə bilmədim, bağışla ki, səndən ola bilmədim sonuna qədər, bağışla ki, mən yəni sənin qurbanın ola bilmədim sona qədər deyib onu bağışlayırıq və üçüncü mərhələdə onun bizə yaşatdıqlarına görə ona təşəkkür edirik. Yəni bu maraqlı gəlir əslində ki, niyə onun mənə yaşatdığı pisliklərə görə mən ona təşəkkür eləməliyəm? Əslində həyatımıza gələn hər insan bizə ya mükafatdır, ya cəzadır, ya da ki, dərsdir. Buna görə də mütləq təşəkkür etməliyik ki, sənin mənim həyatıma gəlməyinlə mən böyüdüm, mən öz yaramı gördüm, mən bunun fərqində oldum. Çünki sən buna görə elə mənim həyatıma gəlmişdin, mən bunu başa düşmədim, ona görə mən sənə qəzəbliydim. Amma indi başa düşürəm və sənə təşəkkür edirəm mənə yaşatdıqlarına görə. Sən də məni bağışla, sənə dözmədiyim üçün və s. bu cür yazın. Beləcə siz qəzəb emosiyanızı, qəzəb hissinizi transformasiya edirsiniz, dəyişirsiniz daha sağlam bir enerjiyə ki, bu da sizin sağlamlığınız üçün çox vacibdir. Əslində qəzəb bizim normal baza emosiyamızdır, amma bu hissə keçəndə, artıq nifrətə keçəndə, bu aqresiyaya keçəndə bizim enerjimizi alır və biz düşünürük ki, qəzəblənməklə, nifrət eləməklə həmin insana pislik eləyirik, əslində isə özümüzə pislik eləyirik. Buna görə də biz qurtulmalıyıq və sonda bu cür bitirin. Hər şeyə görə sənə təşəkkür edirəm, hər şeyə görə səni bağışlayıram və səni buraxıram. Buraxıram ki, mən azad olum, mənim enerjim daha sağlam şeylərə xərclənsin deyə.